Salam qızlar. Bugün səhər saat 7-dən yola düşdük. Los Ancelesin ən məşhur türk marketinə sırf alça almaqdan ötəri. Burada Elmarın belə mahnı oxumağına baxmayın. Əslində odunun birisidir. Yolda bəlkə 5 dəfə didişib barışmışıq. Nəysə. Canım kocam. Ver elini tutayım. Güya biz romantik, mehriban cütlüyük. Yolumuz uzun idi. Qarşımıza birdən-birə belə bir iyrənc Tesla maşını çıxdı. Bilmirəm bu maşın nəyini sürürlər. Çox iyrəncdir. Görünüşü heç qəşəng deyil. Burada Elmar bir res əsəbləşdi. Çünki yolda heç kəs düzgün maşın sürə bilmirdi də. Nəysə, sağ-salamat çatdıq mağazaya. Gördüyünüz kimi səbətə lazım olmayan bütün şirniyyatları yığdım. Allahım, nə yiyəcəm mən bu qədər kilolarla? Nəysə, 5 günlük dünyadır. Kef eləyin, yiyin için kef eləyin. Görümüzü aparmayacaq ki. Boş verin. Axırda çatdıq evə, gördüyünüz kimi. Qızlar, baxın, 3 dənə sürpriz yumurta almışam. Əlbəttə özümü də unutmamışam. Sanki mən uşağam. Bir sürü şirniyyatlar. Hələ buna baxın, popkeklərə. Bu qədər şeyi kim yiyəcək mən bilmirəm. Ay Allahım, nə qədər şey almışammış. Sonra da deyirik arıqlamırıq. Şor almışam qızlar. Qəşəng qutab eləyəcəm. Bu arada qiymətlər dəhşət baha idi. Trump, yaqdın bizi Trump. Bu ən məşhur paxlava, gördüyünüz kimi ürəyim gedir. Qiyməti 15 dollardı bir karobkası. Novruz bayramında bundan 10 dənə almışdıq və Elmarla bir ayın içində hamısını yiyib qutardıq. Ondan sonra deyirəm, niyə arıqlamıram, ya Rəbbim. Pudinglər almışam, fərqli-fərqli. Lobya aldım qızlar, elə qəşəng şirin lobyadır. Yarısını bişirdim, yarısını əlbəttə ki marazelkaya atacağım. Yenə pudinglər çıxdı. Ya Rəbbim, tomat almışam, gördüyünüz kimi. Şabalıt da aldım, şaplov eləmək istəyirəm. Burada da badımcan almışam ki, güya 3 bacı dolması eləyəcəm. Nə yaxşı, görürsüz, sağlam şeylər də almışam göy-göyərti. Nəysə, axırda fark elədim ki, evə heç bir şey almamışam. Sabah burada deyirəm ki, sizə sabah gedib yenidən alış-veriş eləyəcəyik. Çox sağ olun qızlar, öpürəm sizi. Sizcə nə qədər pul tutdu bu qədər şeyi? Yazın yorumlarda. Öpdüm, bye.